Birdən 10-a qədər. Kimin səhvi var müəllimlər? Birdən 10-a qədər. Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Amma məndə səhv olmuşdu. Necə müəllimə? 10-cu sual səhv olmuşdu məndə. Necə müəllimə? Eşitmirəm. 10-cu sual. Hə, 10-cu Səhv sual, hə. 10-cu suala qədər yoxdur müəllimlər. Salam müəllimə, axşamınız xeyir. Məndə var müəllimə. Neçədir müəllimə? 7-ci sual. 7-ci sual. Aha. Oxuyun müəllimə zəhmət olmasa. Uyğunluğu müəyyən edin. Birinci, özünü dərk. İkinci, özünü idarə etmə. Üçüncü, sosial məlumatlılıq. Dördüncü, münasibətlərin idarə edilməsi. Burada müəllimə ədədlər verib. 1, Bəli. 2, 3, 4. Biz burada verilən variantları uyğunlaşdırmalıyıq. Özünü dərk. Bu cümlələrdən hansı özünü dərkə aid ola bilər? A-nı oxuyun zəhmət olmasa. Başqasının nöqteyi nəzərdən daha yaxşı davranmaq. Aha. Qavramaq. Bu özünü dərkə aid olar, yoxsa hansına aid olar? Hansı komponentə aid olar? Öz hisslərinin tanınması və adlandırılması. Aha, öz hisslərini tanıması və adlandırması hansı komponentə aiddir? Özünü dərkə. Özünü dərk, bəli, deməli ki, öz hisslərini tanıyır, özünü dərk edir. Aha, deməli olacaq birə nə? B bəndi olacaq. Bəli. Aha. Özünü idarə etmə, 2. Baxaq görək bunlardan hansı özünü idarə etməyə aid olar? Oxuyun müəllimə. Qəzəbi uyğun bir şəkildə idarə etmək. Bəli, qəzəbini uyğun bir şəkildə ifadə etmək, yəni özünü idarə edə bilir, qırıb töküb dağıtmır. Hardasa özünü Yəni, o hissini boğa hisslərini bilir. necə müəllimə? Yəni, öz əsəbini boğa bilir də. Bəli, özünü idarə edə bilir. Ona görə 2-də nə olacaq? 2-yə yazacağıq C-ni. Aha, sosial məlumatlılıq. Sosial məlumatlılıq, yəni başqalarının hisslərindən agah olmaq, empatiya qurmaq. 3-ə hansı aid olar onda? Onda müəllimə 3-ə A aid olur. Başqasının nöqteyi nəzərdən daha yaxşı davranmaq. Bəli, başqasının nöqteyi nəzərini daha yaxşı anlamaq, qavramaq. Yəni başqasının baxışını anlamaq, başqasının hisslərini anlamaq. Sosial məlumatlılıq, yəni sosial məlumatlılıq odur ki, başqalarının gözü ilə məsələyə baxmaq, başqalarının hissini anlamaq. Ona görə 3-ə olacaq nə? A bəndi. Aha. İndi münasibətlərin idarə edilməsi. Burada hansı olar? Müəllimə, burada da D olur da. Münaqişələrin həll etmə və anlaşılmazlıqları müzakirə etmə bacarığını təkmilləşdirməsi. Münasibətlərin idarə edilməsi odur ki, hər hansı bir məsələdə davadalaş yaratmaq yox, müzakirədən daha doğru şəkildə münasibətləri idarə etmək deməkdir. Ona görə deyirəm, münaqişələri həll etmə və anlaşılmazlıqları müzakirə etmə bacarığının təkmilləşdirilməsi. Yəni, hər hansı bir məsələdə qırğın dava eləmirik də, söhbətdən, müzakirədən münasibətləri yoluna qoya bilirik. 4-də deməli, siz burada hamısını əslində doğru dediniz. Burada Müəllimə, bunu mən eləməmişdim. Çünki bu çox variantı belə seçiləndə mən həmişə çətinlik çəkirəm. Yox müəllimə, çətinlik çəksəniz eləyin, yəni eləyin. Burada əslində siz burada doğru dediniz hamısını. Sadəcə uyğunlaşdırırsınız. 1-ə belə qarşısında yazmaqla. 1-ə B, 2-yə C, sonra 3. 3 hansıdır? Qarşısına yazmışsınız. A. Deməli 3-ü A, 4-də D dediniz, 4-də deməli D. Bu cür uyğunlaşdırırsınız. Həmişə çətinliyin üstünə gedin. Çətindir deyib yazmayayım, elə olmasın. 10-a qədər 10-da dedim müəllimə səhv eləmirəmsə. Müəllimə zəhmət olmasa açın mikrofonu. Onun sualı səhv deyəm müəllimə. Zəhmət olmasa açın mikrofonu. Bəli, müəllimə, buradayım. Oxuyum. Aha, bəli, buyurun, oxuyun müəllimə. Demək, dərsdə iki şagird arasında konflikt baş verir. Dərs bitdən sonra müəllim hər iki şagirdlə ayrı-ayrı söhbət edir. Bundan sonra şagirdlərdə belə düşüncə yaranır. Gərək onu günahlandırmazdan əvvəl məsələni
dəqiqləşdirmə edilir. Aha, Buradan sonra fikir doğrudur. aha. A variantı. Müəllim şagirdlərdə özünü dərk bacarığını inkişaf etdirib. Bu ola bilər müəllimə? Xeyr. Desəydi sən nə hiss eləyirsən? Yəni onu öz Öz hisslərindən hissləri ancaq olsaydı, etsəydi. onda da özünü dərk edər. Aha, bəli. Ona görə A bəndi getdi. B-ni oxuyun B zəhmət variantı. olmasa. Müəllim şagirdlərin akademik biliklərini və bacarıqlarını inkişaf etdirib. Aha, akademik bilik, yəni gündəlik dərs öyrənmə, elmi biliklər, dərs prosesində öyrəndikləri, akademik biliklər bunlar nəzərdə tutulur. Yəni tək elmi biliklər yox, gündəlik dərs prosesində öyrəndikləri mövzular bunlar nəzərdə tutulur. Yəni bununla nə dərəcədə o hər hansı bir emosional intellektin komponentini formalaşdırmış olacaq. Demək ki, B bəndi ola bilər, ola bilməz. Ola bilməz. Bəli, akademik bilikləri inkişaf etdirib, amma digər tərəfdən inkişaf etdirmək lazımdır emosional baxımdan. Aha, deməli B ola bilməz. C-ni oxuyun zəhmət olmasa. Müəllim şagirdləri yaradıcı düşüncə bacarığını gücləndirib. Yaradıcı düşüncə bacarığını gücləndiribsə, emosional burada deyil axı. Bu da emosionallıq deyil. Çünki deyir ki, dərsdə iki şagird arasında konflikt baş verir, yəni söz-söhbət, dava baş verir. Dərs bitdikdən sonra müəllim hər iki şagirdlə ayrı-ayrılıqda söhbət edir. Aparır bunları ayrı-ayrılıqda söhbət eləsin, məsələni aydınlaşdırsın. Bundan sonra şagirdlərdə belə bir düşüncə yaranır. Yəni müəllim nə söhbət elədi ki, bunlarda belə düşüncə yarandı ki, gərək mən elə onu günahlandırmazdım, əvvəl məsələni dəqiqləşdirmiş olaydım. Yəni müəllim neynədi ki, bunlarda bu cür düşüncə formalaşmış oldu. Aha. Aha. D variantı. Mən D ötürmüşdüm əslində. Demək nə D variantı? D variantı müəllim şagirdlərdə empatiya hissini gücləndirir. Hər iki şagird arasında konflikt baş veribdir. Hər ikisinin arasında xoşa gəlməyən münasibət var. Konflikt baş verib. Və burada artıq müəllim söhbət eləyəndən sonra düşünür ki, gərək onu günahlandırmazdım. Əvvəl məsələni dəqiqləşdirərdim. Yəni məsələni dəqiqləşdirmək üçün də normal şəkildə bir müzakirə eləyirdik, bir məsələni dəqiqləşdirərdik. Burada bu artıq qərara gəldisə şagird, demək ki, müəllim şagirdlərdə münasibətlərin idarə olunması bacarığını formalaşdırıb. Y bəndi. Əgər desəydi ki, sən dostuna kobud rəftar eləmisən, məsələn, situasiyada belə bir şey olsaydı ki, sən onun yerində olsaydın, nə edərdin? Səncə o hansı hissləri keçirmiş oldu? Artıq səni onun hisslərindən agah etmiş olsaydı, o zaman olardı nə? Empatiya hissinin gücləndirilməsi. Amma burada hər ikisinin arasında konflikt baş verir və müəllim deyir ki, yəni ay bala, bir-birinizi niyə qırırsınız? Normal şəkildə müzakirədən normal münasibət quraraq məsələni həll edin də. Bu gündəlik həyatda da baş verir müəllimə. Doğru dildə desək, bir də görürsünüz ki, məsələn, adi bir primitiv bir misal deyək. Hər hansı bir məsələdə, deyək ki, bir də görürsünüz ki, bir yoldaşlar arasında ailədə belə bir münaqişələr baş verir. Çox rastlaşıram ki, deyir, sənin telefonuna zəng gəlibdir. Məsələn, tanımadığı nömrədən zəng gəlibdir. Gedir, məsələn, araşdırıb normal şəkildə bir ailəsi ilə söhbət eləmir ki, nədir bu zəng nədir? Qadının xəbəri yox da, bu zəng eləyən kimdir. Zəng eləyir həmin adama ki, gəl, gedək səndən görüşək, nə bilim, bıçaqdan, davadan, təpikdən gedir. Bu gün cəmiyyətimiz niyə bu gündədir? Niyə ər-arvad münaqişəsi, niyə gəlin-qaynana münaqişəsi var, niyə bu qədər problemlər var? Çünki münasibətləri doğru şəkildə idarə edə bilmirik. Konfliktləri biz normal şəkildə müzakirəyə yönəlsək ki, bir araşdıraq görək məsələ nədir? Bu qədər problemlər qaynaqlanmaz. Demək ki, münasibətlərin idarə edilməsi formalaşdırmalıdır ki, hər hansı bir məsələdə konflikt yaratmayaq. Müzakirədən məsələni aydınlaşdırıb yoluna qoyaq. Aydındır müəlliməm? Bəli, aydın. Tamam. Bu testdə niyə yanlış oldu? Bu tam şəkildə aydın olmuş oldu müəlliməm? Bəli, aydın oldu. 15-ə qədər müəllimlər. 13 müəllim, 13. 13. Oxuyun müəllim zəhmət olmasa. Klasteri tamamlayın. Emosional intellektin komponentlərindən biridir.
Hı-hı. Şəxsin sosial bacarıqlara sahib olmasını tələb etmək. Hı-hı. Tələb Sosial bacarıqlar deyəndə nələr nəzərdə tutulur müəllim? Bir ilk öncə onu xatırlayaq. Sosial bacarıqlar, yəni münasibəti, digər belə deyək, Aha. şagirdlərə olan münasibəti, onun yəni Başqalarıyla doğru münasibət qurmaq, deyək ki, aparıcılıq etmək, necə aparıcılıq? Yəni lider, icra edici, bunlar. icra etmək, aparıcılıq o mənada, liderlik etmək və yaxud da ünsiyyət qurmaq. Ünsiyyət qurmaq deyəndə nə nəzərdə tutulur? Bəzən ünsiyyət deyəndə ancaq danışmaq başa düşülür ki, ünsiyyətsə danışmaq. Ünsiyyət dedikdə həm dinləmə, həm danışma, ikisi bir yerdə olmalıdır. Bunlar hamısı nədir? Sosial bacarıqlardır. Gəlin indi variantımıza baxaq. Görək bu sosial bacarıqların yanında biz nəyidən tamamlaya bilərik? Aha. Burada əsas məqam fikri mühakimə etməkdir. Etməkdir. Mühakimə ola bilər burada. Yəni mühakimə mən etməkdir ki, bunu başa düşmüşəm. Ona görə mən bunu götürmüşəm. Hə. Mühakimə burada etməməkdir, etməmək. Hə. Mühakimə etməməliyik. Burada əsas məqam fikri mühakimə etməməkdir. Biz burada sosial bacarıqlara aid yazmalıyıq. Əslində emosional intellektdə də elə sosial bacarıqlarda da, sosial məlumatlıqda daha doğrusu, sosial bacarıq yox, sosial məlumatlıqda da biz başqalarının hissini mühakimə etməməliyik. Düzdürmü? Məsələn, mühakimə etmək, yəni irad tutmaq, niyə bu belə oldu, mühakimə etməməliyik. Amma burada bizdən nə tələb olunur? Sosial bacarıq soruşur bizdə. Şəxsin sosial buna bacarığı aid deyil də müəllim. biz tamamlayın deyir. Biz burada A-bəndini götürə bilmərik. Çünki bu sosial bacarıqlara aid deyil. Burada şəxsin idraki və emosional vəziyyətini duymaq nəzərdə tutulur. Onda bu da aid olmur. Burada niyə bu aid olmur? Desəydi ki, sosial məlumatlılıq, empatiya, bu zaman olardı ki, burada şəxsin idraki və emosional vəziyyətini duymaq nəzərdə tutulur. Amma burada bizə sosial məlumatlılıq demir. Bizə burada sosial bacarıqlardan gedir söhbət. Şəxsin sosial bacarıqlara sahib olması tələb edilir. Burada sosial bacarıqdan gedir. Demir sosial məlumatlılıq, yəni başqasının hissindən agah olma. Əgər elə desəydi, bax biz burada mühakimə etməməyi də götürərdik ki, başqasının hissini niyə mühakimə edirsən, mühakimə etməməlisən. Biz burada beyni də götürərdik. Şəxsin idraki, emosional vəziyyətini duymaq nəzərdə tutulur. Amma bizdə burada sosial bacarıq istəyir. Bacarıq. Sosial bacarıq dediyim kimi başqalarıyla doğru düzgün ünsiyyət qurmaq, başqalarıyla doğru münasibət qurmaqdan da başqa icra edicilik qabiliyyəti, liderlik qabiliyyəti, sosial bacarıqlardır bunlar. Cavab Y variantıdır. Onda C variantda o empatiya hissinə aiddir da, şəxsin hisslərini anlaması və bu komponentin əsas xüsusiyyətidir. Şəxsin hisslərini anlaması, şəxsin hisslərini anlaması, öz hisslərindən gedir burada söhbət. Özünü dərk etməyə. Bəli. Burada buzqıran strategiyalarından istifadə etmək mütləqdir. Bu buzqıran strategiyalarından biz niyə istifadə edirik? Hər hansı bir bacarıq formalaşdırmaq üçün desək, o dərəcədə düzgün olmur. Daha çox isti münasibət yaratmaq üçün. Məsələn, buzqıran strategiyası nədir? Deyək ki, dərsliyin əvvəlidir və yaxud da sinifə təzə bir uşaq gəlib. Bir münasibətləri istidir ki, uşaqlar o təzə gələn sıxılmasın. Uşaqlar bir-birindən dostlaşsın. Məsələn, deyir ki, uşaqlar tapın görək kimlər eyni yeməyi xoşlayır və yaxud da kimin ayaqqabı ölçüləri eynidir. İndi bu buzqıran strategiyasının yüzlərlə növü var. Buzqıran strategiyası odur ki, münasibətləri yaxşılaşdırmaq üçün istifadə olunan strategiyadır. Amma burada ən ideal cavab burada Y bəndidir. Niyə? Çünki şəxsin sosial bacarıqlara sahib olması tələb edilir. Buraya liderlik və inandırıcılıq qabiliyyəti daxildir. Çünki sosial bacarıqdır da, liderlik, inandırıcılıq. Ona görə olur burada Y bəndi. Aydındır müəllim? Aydındır. Bu testlər nəsə biraz qəribə olurdu. 13 formalı. Bu testlər bilirsiniz, əslində bax miqdə də bu cür düşür. Hər variant özü-özlüyündə düzdür.
Baxın, şəxsin hisslərini anlaması bu komponent, bu şəxsin öz hisslərini anlaması bu komponentə aid deyil. Bu sosial bacarıqlardan gedir söhbət. İndi C bəndini çıxsaq, C bəndi heç tamamilə yanlışdır. Məsələn, deyir burada şəxsin idraki və emosional vəziyyətini duymaq. Sosial bacarıq başqa bir şeydir. Şəxsin idraki, emosional vəziyyətini duymaq nəzərdə tutulmur. Sosial məlumatlılıqda bu nəzərdə tutulur. Bacarıq odur ki, sən hansı bacarığa sahibsən? Yəni öz-özlüyündə hardasa biraz düşünərsiniz ki, bu cümlə düzdür, amma bu cümlələr bu hissiyə aid deyil. Ona görə biz bura elə bir hissə qoymalıyıq ki, eyni olmalıdır, tamamlamalıdır bir-birini. Və yaxud da burada buzqıran strategiyalarını istifadə etmək mütləqdir. Yəni, sosial bacarıqlara hər hansı bir strategiyanın tətbiqinin nə əlaqəsi var ki, sosial bacarıq deyirsə, burada nə aiddirsə onu qoymalıyıq. Ona görə burada Y bəndidir. Aydındır müəllim? Aydındır mənim, aydındır. Tam şəkildə fikrimi aydın şəkildə izah edə bilirəm. Aydındır mənim, bəli. Aha. 20-yə qədər. Yoxdur müəllimlər 20-yə qədər. 25-ə qədər. Yoxdur 25-ə qədər. 30-a qədər. 27 məndə. 27. Oxuyun müəllimə zəhmət olmasa 27-ci. Bəli, verilən nümunədə hansılar emosional zekanın motivasiya komponentə aid deyil. Birinci, şagird debat zamanı qarşı tərəfin onun fikirlərini təksib etdiyi zaman emosional sabitlik nümayiş etdirir. Deməli, burada deyir, emosional zəkanın motivasiya komponentinə aid deyil. Aha, elə burada birinci biri götürürük. Niyə biri götürürük? Şagird debat zamanı qarşı tərəfin onun fikirlərini təksib etdiyi zaman emosional sabitliyi nümayiş etdirir. Yəni, kimsə sənin fikir və əks danışır, amma sən emosional sabitlik göstərsən, yəni sən də ona qışqır bağırdan yox, emosional sabitlik göstərsən və özünü deməli ki, idarə edə bilirsən. Ona görə də bir motivasiya komponentinə yox, özünü idarə etmə komponentinə aiddir. Burada olur bir, sonra ikini oxuyun zəhmət olmasa. Bir də şey var, qalmışdı. İkincini oxuyuram. İllik qiymətin yüksək olması, təsirlərini düşünən şagird dərslərə yüksəkliyi ilə çalışır. Bu iki düzdür, iki aiddir. Bu bizə aid deyildir. İki aiddir, onu götür, ikini götürə bilmərik. Üçü. Şagird müzakirə zamanı əsaslandırılmamış fikirləri səsləndirmir. Qarşı tərəfin səsləndirdiyi fikirləri dözümlüklə nümayiş etdirir. Bu da özünü idarə etmədir. Özünü idarə etmədir, Sonra dördüncünü oxuyun. Yarışma zamanı şagird gedişatın onların komandasına əleyhinə olunduğunu müşahidə edir. Əleyhinə olduğunu müşahidə edir. Və komanda yoldaşlarının müsbət fikirləri və konstruktiv rəylərlə ruhlandırmağa çalışır. Bu aydınlığa da bu. Bu da motivasiya aiddir. Bizə deyir, motivasiya aid deyil. Burada olur cavab 1-3. Aid deyildir, ona görə 1-3'ü götürüyor. A bəndə. Siz burada nə yazmışdınız müəllimə? Mən yazmışdım böyle 3-4. Burada mən bir dənə səhvim oldu. Birinci şey ki tam aydın deyil birinci şey. Bax, bir də deyirəm müəllimə. Deyir ki, şagird debat zamanı qarşı tərəfin onun fikirlərini təksib etdiyi zaman emosional sabitlik göstərir. Yəni, özündən çıxmır da, özünü idarə edə bilir, emosional sabitlik göstərir. Bu idarə etməyə aiddir. Bizə deyir, motivasiya aid olmasın, aid deyil. İllik qiymətin yüksək olmasının təsirlərini düşünən şagird dərslərinə daha ruh yüksəkliyi. Burada motivasiya var, ikini götürə bilmərik. Çünki aid deyil deyir axı. Şagird müzakirə zamanı əsaslandırılmamış fikirlər səsləndirmir. Qarşı tərəfin səsləndirdiyi fikirlərə dözümlülük nümayiş etdirir. Dözümlülüyü nə vaxt nümayiş etdirir? Özünü idarə edə bilən adam göstərir də, yoxsa vurub dağıdar özünü idarə edə bilməsə. Ona görə də biz 1-3'ü götürürük, bu da özünü idarə etməyə aiddir. Deməli 2-4
motivasiyaya aiddir. 1-3 isə özünü idarə etməyə aiddir. Bizə deyir motivasiyaya aid deyil. Aid deyil deyirdi. 1-3 A bəndi olmalıdır burada cavab. Aydın deməli. Aydın. Çox sağ olun. Çox sağ olun. Siz sağ olun, buyurun. 30-a qədər. 27 müəllim, 27. 27-yə baxdıq müəllim. Yox, 27, 28 müəllim, 27-yə 28, hə. Oxuyun müəllim zəhmət olmasa. Sinif rəhbəri şagirdlərin sinif iclasında dediklərinə məhəl qoymasa, onların motivasiyasının aşağı düşəcəyini bildiyindən vaxtaşırı keçirilən iclaslarda onların hər birini diqqətlə dinləyir. Onların fəaliyyətini stimullaşdıracaq ifadələrdən istifadə edir. Verilmiş situasiyaya əsasən sinif rəhbəri emosional zəkanın hansı mərhələsinə uyğun gəlir? Özündərk olmayacaq, çünki buna aid bir şey yoxdur. Sosial razılıq çıxıb, prosto niyə o çıxıb başa düşmürəm ona görə. Yox, sosial razılıq ola bilməz. Testdə sosial razılıq B çıxır. çıxıb cavab, hə. Yox, yanlışdır müəllim. Sosial razılıq heç emosional intellektə aid deyil. Bunda münasibətlərin idarə olunması. Münasibətlərin idarə edilməsi, bəli. Burada münasibət, sosial razılıq, sosial müqavilədir. Keçən nəzəriyyəmizdə mənəvi inkişaf nəzəriyyəsində yadınızdadır. Ədalətli prinsipinə əsaslanırdı, universal etik prinsiplər, ondan da əvvəl sosial müqavilə, sosial razılıq. Bu ümumiyyətlə heç emosional inkişaf nəzəriyyəsinə aid deyil. Ola bilsin testdə cavab yanlış çıxıbdı. Bəli, burada münasibətlərin idarə edilməsi C bəndidir bu. Ay mənim C çıxıbmış, mən səhv yoxlamışam yəqin ki, hə. C çıxıb, mən B yazmışam. Yoxlayam. Çünki münasibətləri idarə eləmək üçün artıq münasibətləri doğru düzgün istəmir də münasibətlər başqa səmtə olsun. Yəni ona görə idarə etmə öz planlarını elə qurur ki, münasibətləri doğru şəkildə idarə edə bilsin. Baxın, burada motivasiya yoxdur. Əgər burada motivasiya olsaydı, burada həm də motivasiya da olardı. Çünki fəaliyyətini stimullaşdıracaq ifadələrdən istifadə edir. Ona görə görürsüz, cavabda heç motivasiyanı qoymayıblar. Aydındır müəllim. Aydın oldu mənim, aydın oldu. Mən cavabda səhv bilmişəm. B götürmüşəm. Baxıram ki, səhvdir burada, ona görə. Aha. 35-ə qədər, sağ olun. 35-ə qədər. 34. Oxuyun müəllim zəhmət olmasa. Müəllim şagirdlərə smoliklər paylanır və bir-bir mətn oxuyaraq obrazın mənəvi vəziyyətini, keçirdiyi hissləri smolik göstərmələrini istəyir. Bu siyasilərin hansı komponentini formalaşdırmaq üçündür. Müəllim, baxın, smoliklər paylayır. Smoliklərdən necədir? Biri gülür, biri ağlayır, biri qəmgindir, biri təəccüblü. Yəni müxtəlif emosiyalardan bağlı smoliklər paylayır. Çünki smoliklər adətən elədir. Bir mətn oxuyaraq obrazın mənəvi vəziyyətini, keçirdiyi hissləri smoliklə göstərmələrini istəyir. Müxtəlif obrazlarda, məsələn, hansı hissi keçirdirsə, hansı obraz, hansı hissi keçirdirsə, deyir, bunu smoliklərdən göstər. Bu zaman müəllim şagirdə nəyə formalaşdıracaq? Empatiya. Bəli, empatiya formalaşdıracaq. Başqalarının hissindən agah olmaq. O zaman hansı variant olacaq? Sosial məlumatlıq. Bəli. Olacaq sosial məlumatlıq. 40-a qədər. Hı. 37 mən baxa bilərik. Aha, bəli. Buyurun. Oxuyun müəllim zəhmət olmasa. Verilən strategiyalarda hansı şagirdə emosional intellekti formalaşdırmaq üçün məqsədləri hesab edilə bilməz? Edilə bilməz deyir. A variantı. İstiqamətlərin sualların verilməsi. İstiqamətlendirici suallar budur ki, müəllimə. Məsələn, deyirəm ki, onun yerində olsaydın necə özü hiss edərdin? Səncə sənin etdiyin doğrudurmu? Suallar verir və şagirddə artıq o hissləri yaşamağa şərait yaratmış olur. Burada sualda bizə soruşur ki, verilən strategiyalardan hansı şagirddə emosional intellekti formalaşdırmaq üçün məqsədə uyğun hesab edilə bilməz? A bəndi hesab edilə bilər. Ona görə A getdi. Sosial məlumatla burada hesab edilə bilər. A variantı. Necə? Sosial məlumat, empatiya qurmaq bacarığını. Necə müəllimə?
A variantında məqsəd empatiyanı formalaşdırmaq üçündür. A variantında istiqamətləndirici sual nəinki empatiya, özünü dərk üçün də lazımdır. Məsələn, sən nə hiss edirsən? İstiqamətləndirici sual verərək onu öz hisslərindən agah edirik. Yəni istənilən komponentində, istər empatiya olsun, istər özünü idarə etmə olsun, səncə sən həmin vəziyyətdə etdiklərin doğru idimi? Məsələn, sual verir, o düşünür ki, mən görəsən doğru elədim, eləmədim. Bir özünə burada özünü idarə etmə, özünə nəzarəti formalaşdırmağa çalışır. Yəni istənilən komponenti formalaşdırmaq üçün istiqamətləndirici sualların verilməsi lazımdır. Ona görə A bəndi düzdür. Bizə verilə bilməz deyir. B variantı. Metakognitiv düşüncəni dəstəkləyən fəaliyyətin keçirilməsi. Metakognitiv düşüncə, özü ilə bağlı olan düşüncə. Özünü idarə etmə hesabından da bu. Bu doğrudur. Əslində edilə bilməz deyir, bu edilə bilər. Yəni metakognitiv düşüncəni dəstəkləyən fəaliyyət insanın özü haqqında məlumatlı olmağa metakognitiv düşüncəyə aiddir və bu da emosional intellektdən birbaşa əlaqəlidir. Ona görə B bəndi getdi. C bəndi refleksiya etmə istiqamət verilməsi. ola bilər. Refleksiya etməyə Aid deyil. aid edilə bilər. Aiddir, bəli, özünü refleksiya eləyirsən ki, məsələn, mən nəyi doğru elədim, nəyi doğru eləmədim. Özündən necə ki, məsələn, hər bir insanda olur, çox insanda olur da bu. Ki, məsələn, günün sonunda özünüzü bir refleksiya eləyirsiniz ki, mən bu günlərim nəyi düz elədim, nəyi düz eləmədim, filan kəsin xətrinə dəydim, elə eləməməliydim. Özünüzü refleksiya eləyirsiniz. Bu da təbii ki, emosional intellekti formalaşdırır. Ona görə C-ni götürə bilməliyik. Biz çünki edilə bilməz. Hansı formalaşdırmırsa onu götürməliyik. Aydındır müəllimə? Bəli, C-ni götürmüşdüm, səhv etmişdim. Elmi biliklərə artırılmasına yönəlməsi. Məsələn, elmi biliklərin artırılmasına yönəldilməsi bizdə hansı emosional intellekti formalaşdıracaq? Əlbəttə ki, bu emosional intellekti bizdə formalaşdırmayacaq. Elmi biliklərin, akademik biliklərin, elmi biliklərin formalaşdırması emosional intellekti formalaşdırmır. Özünü qiymətləndirmə üsullarından istifadə etmə. Eyni ilə bu da emosional intellekti formalaşdırır. Özünü qiymətləndirirsən, özünü dəyərləndirirsən, nəyi düz elədin, nəyi yanlış elədin. Bu da təbii ki, emosional intellekti formalaşdırır. Yəni, emosional intellekt odur ki, bizim keçən dərsimizdə ətraflı keçdik. Yəni, özünü dərk, özünü idarə etmə, empatiya, bunlar hamısı emosional intellektin komponentləridir. Məsələn, elmi biliklərin verilməsi bu komponentləri formalaşdıracaqmı? Deyil. Aydındır müəllim? Aydın, tutsanım. Sağ olun. 40-a qədər. Müəllimə 39. 39-a qədər yoxdur müəllimlər. Oxuyun müəllimə zəhmət olmasa. Şagird riyaziyyat fənninə xoşlanır. Lakin bu fəndən imtahan verəcəyini bildiyi üçün emosiyalarını idarə edir və özündə daxili motivasiya yaradır. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? Şagirddə rasional intellekt formalaşdırılır. Şagirddə yaradıcı düşüncə inkişaf edir. Şagirddə emosional intellekt inkişaf edir. Şagirddə analitik düşüncə formalaşdırılır. Şagirddə sosial bacarıqlar... Siz burada nə götürmüşdünüz müəllimə? Müəllim, mən burada götürmüşdüm. Şagirddə yaradıcı düşüncə inkişaf etdi. Şagird riyaziyyat fənninə xoşlamır, lakin bu fəndə imtahan verəcəyini bildiyi üçün emosiyalarını idarə edir. Emosiyalarını, riyaziyyatı xoşlamasa da öz-özünü idarə edir ki, mən bundan imtahan verəcəm. Ona görə də özünə bir daxili motivasiya yaradır. Ki, bax, daxili motivasiya necə yaradırdıq? İmtahandan sonraki nəticələr düşünərək, mən yüksək nəticə əldə eləməliyəm, imtahandan yaxşı nəticə əldə eləməliyəm. Özünə daxili motivasiya verə-verə özündə nəyi formalaşdırmış olacaq? Müəllimə, elə emosional intellektiymiş. Burada cavab görülmüş C variantında. Mən səhv seçmişəm. Bəli, burada elə bilinir şagirddə emosional intellekt inkişaf edib. Emosional intellekt inkişaf etməsəydi, şagird özünü idarə edə bilərdi. Xeyr. Özünə motivasiya verə bilərdi. Xeyr, dediyim motivasiya var. Daxili motivasiya, xarici motivasiya. Özünə daxili motivasiya verir. Demək ki, emosional intellekti inkişaf edir. Sağ ol, açıq sözü veribmiş. Necə müəllim?
Elə sualın içərisində Aha, açar bəli, sözlər bəli. yoxdur. Bəli. 40. Yoxdur da müəllimlər, səhv yoxdur. Mən o təkrar hissədən başlayıb biraz test eləmişəm. Buna baxmamışam. Ona görə yəni səsim çıxmır. Hə, aydındır Buna müəllim. indi yavaş-yavaş Hə, ora gəlir. çalışarsınız ki, bunu da işləyin. Yəni hər yeni mövzunun testini işləməyə çalışın ki, öyrəndiklərinizi möhkəmləndirə biləsiniz. Testimizlə bağlı bu qədər müəllimlər. Keçək yeni dərsimizə.